Salam, hər vaxtınız xeyir olsun. Mən Gecə Akademiyada Nicat Şef, deməli, tələbələrlə bu günləri balıqdan, deməli, sos hazırlayıb, balıqdan xəmirlə, təbii xəmirdə, deməli, sobada, deməli, yeməyimiz pişəcək. İndi doğrama qaydasını göstərəm sizə. Bunun ayrıca hissəsi var qulaq tərəfindən, bu formada. Hissə, deməli, çeviririk. Formada baş hissəsi çıxır. Yəni, teşk qoyun, zəhmət olmasın. Biraz balacası zəhmət olmasın. Çox sağ olun. Deməli, balığın orta hissəsi görürsünüz, təmizlənib, amma yenə bıçağın uc hissəsi ilə başlayırıq açmağa, filə hissəsini götürməyə. Bu formada. Bir var qızıl balıq, bir var qızıl balığın növləri də var. Deməli, onların ağız hissələri, dodaq hissələri, üzü yuxarı olan fərqlidir. Okean, biraz düz hissəsi, deməli, Norvegiyanın olur. Yəni, müxtəlif sort balıqlardır, belədir. Bu forelin bir də, belə deyək, kiçik formaları var. Daha ətinin qırmızı və dad etibarından, baxımından daha dadlı olur balıqlar. Onlar ən çox sushi məhsullarında istifadə olunur, Aziya mətbəxində. Deməli, bu hissəni, filə hissəsini götürürük. Bu formada. Narahat olun. Buradan göstərirəm, baxın. Görürsünüz. Gəlirik axıra qədər. Bu hissədə quyruq tərəfindən. Buradan. Buradan tuturuq, buradan yox. Formada. Bu hissədə açılacaq, yəni təmizlənəcək. Sümü hissələri götürüləcək, tıx hissələri götürüləcək. Hə, qılçıqlarını götürürük. Bu hissə götürülür. Hissə. Yəni, qayçı deyəndə ki, kəsmək olar buradan, bəli. Amma burada damar görürsünüz, jılkaları var. O bişmir. İstifadə olunmur, amma həmin yer, həmin nahiyədən bunu kəsirik. Belə.